Gəlmişəm ikinci vətənim Bərdiyə. Adam çoxdandan da gəlmirəm. İndi deməli bizim Bərdəmizdir. O da qədim tikililərdən biri deyil. Gözəl Bərdədə. Bərdəmiz həqiqətən gözəllikdir, hə? Nizami Gəncəvinin belə gözəl sözü var. Düz ola bilər, düz xatırlatmaram. Bərdə gözəldir, çiçəkdir, nə belə bir şey. Həqiqətən gözəlliyi başqadır da. İmam torpağıdır da, İmamzadə. Burası bizim Tərtər çayı, bizim rayonumuzun Qəhrəman Tərtər rayonun adı ilə bağlı olan çayı buradan gəlib keçir yəni. Tərtər çayı bizim qədim Bərdəmizdən gəlib keçir. Qəhrəman Tərtər çayı qədim Bərdəmizdən keçir. Yəni Bərdəmiz də demək olar ki, Qəhrəman adı verilməyə dəyər bir rayondur. Həqiqətən qəhrəmanlığa layiq olan rayondur. Minlərlə şəhidi öz rayonuna qucaq açmış bir rayondur. Milləti də həqiqətən hamısı o qədər mehriban, o qədər qonaqpərvər. Yəni bunu mən yox, bunu bütün Azərbaycan xalqı deyir. Mən fəxr edirəm ki, Bərdiyə ilk kickboxing idman növünü gətirən mən olmuşam və qədim Bərdəmizdə hal-hazırda kickboxing idman növünün inkişafı mənim tələbələrim aparır. Bərdə mənim gəncliyimin keçən yeridir. Yəni burada İlk məşqçiliyimlərimdən başlayan günlərimdən olubdur. Çox gözəl xatirələrim var bu Bərdə ilə. Yəni həqiqətən milli qəhrəman Səfər Behbudovun adına böyük bir turnir keçirmişəm Bərdədə. Və o xatirələrdə həqiqətən yadda qalacaqdır. Bax, belə bir gözəl mənzərəmiz var Bərdəmizin. Özüm Tərtərli olmağına baxmayaraq Bərdəmlə fəxr edirəm. Bərdə çörəyi yemişəm. Çempionlar, dünya çempionları, Azərbaycan və beynəlxalq turnirlərin çempionları yetişdirmişəm. Məşqçilər istəyir hal-hazırda. Yəni Bərdədə kickboxing idman növünün inkişafında hal-hazırda mənim tələbələrim hazırlaşdırırlar idmançıları, dünya çempionları olan idmançılardır çoxu. Bərdəmiz bu gözəlliklə tanınır. Hər yer çox gözəldir. Gözəl mənzərəsi olan Bərdə nə gözəldir. Mən fəxr edirəm ki, Bərdiyə az da olsa mənim də əməyim olub. Yəni gənclərimizə və Bərdəmizə kickboxing idman növünü gətirən bir şəxs kimi hal-hazırda kickbox Bərdədə yaxşı inkişaf edir. Mən də fəxr edirəm ki, Bərdəyə və Azərbaycanımıza dünya çempionları yetişdirmişəm. İnşallah bunun davamiyyəti olacaq. Ölənə kimi Azərbaycan bayrağını və himnimizi səsləndirməkdə davam edərəm. İnşallah. Yəni özümlə fəxr etmirəm. Çox adam mənə biraz səhv başa düşür. Özümlə yox. Yəni mən Azərbaycan xalqı ilə fəxr edirəm. Azərbaycan şəhidi ilə, qazisi ilə fəxr edirəm ki, yəni belə bir xalqın nümayəndələriyik biz də.